Bundan sonra rəsmən deməli açılır onlarda, öz arzu istəklərinə çata bilirlər. Bəli. Düşündükləri hər bir şeyi, bir çox şeydə, yəni xeyirli özlərinə hamısını gətirə bilirlər, düzdür? Bəli, o var ha. Bəs bunu yoqadan başqa nə ilə həyatımıza tərtib eləyə bilərik? Tutaq ki, meditasiya ilə. Meditasiya deməli özünü yönəldəndə, meditasiya edəndə çox şey bilik alır və necə bu mürəkkəb dünyada özünü, davranışını düzəldə bilir. Biz onda deməli intuisiya çox yüksək səviyyədə olur və başa düşür ki, tutaq ki, biznesdə də tutaq. Hə. Bu məsələ düzələcək, bir profit verəcək, yoxsa yox. Meditasiya edir, hə, bu yaxşı istiqamətdir, belə getmək lazım. Ya da bu istiqamət yaxşı deyil. Daha aydın görə bilir də, yəni gördüklərini daha aydın görə bilir.